Görmeyin, cəmaatın başına Allah atmayın. Nam qoşa paçemlik deyin, nam paçemlik. Bu paçemlik var, bunun içində paçemliklik var. Mama, bu paçemlikdir, bu nədir? Burada paçemlik qoyulub yaxşı. Bu nədir? Bu paçemlikdir, bu qaz turbasıdır qardaşım. Bu perxadnikdir. 20-dən 25-ə perxadnikdir. Bax, bu təkərin içindən çıxdı. Belə şey olmaz, belə şey qoymayın. Bu nədir? Mama, perxadnik qoyubsuz, nə qoyubsuz? Motor 12 kilo bıçaq olar, motorun qulaqları qırılıb yanıb qalıb orada. Bıçaq qırılır, motor yanır. Bu nədir sən Allah? O bu təkərin içindən çıxdı. Perxadnik, rəzbəli perxadnik hara? Paçemlik hara? Bu təkər hara? O qoyun belə pulkalı təkər. Bax. Əlimə tikan batdı. Buradan şurubu atsın, təkər çıxsın şöyle pulkalı təkər. Çox da getdi, ən gözəl. Qoyun belə keyfiyyətli çuğun çuloklu motor. Almayın çuloklu motor qoymayın. Qızmasın motor. Yanmasın. Atmağınla çıxmağa eynidir. Doğramağımla bax. Bunu traktor doğrayamır, bu doğrayır. Bax. Əsl quzu yemi, ənik. Belə iş görməyin. Mən fərqiyatı qardaş, mən işimi görüb pulumu alıram. Göz qabağım. Mənim işim klientim göz qabağında, işim göz qabağında. Sizin də işiniz göz qabağında, klientiniz göz qabağında. Gördüyünüz iş budur. Bax, bu nədir? Bu çıxıb olsun, bu nədir? Paçemin içindən çıxan şey nədir? Bu da sizin qoşa paçeminiz. Neyse, Allah hər kəsin xeyri versin. Mənim materiallarımda hamısı rus turbalar göz qabağında, baxın. Stenka bu daha. Bax, belə olmalıdır. Bakı turbası yox, rus turbası. Materialın qalınlığı belə olmalı. Hamıca köhnə materiallar görürsünüz. Bu nədir? Bir dənə klientdən dəyişdim, öz aparatımı verdim. Belə bir şey nazik dəmirdən belə aparat götürdüm. Buna satanmadım, qaldı ayağımda. Buna bax. Belə şeylərə pul verməyin. Belə şeylərə pul verib alırsınız. Belə şeylərə. Belə şeylərə. Sonra deyə sual üstə gətirim, üstündə pul verim, sizin o aparatdan alım. Qardaş, mən bunu boynuma götürmək durumunda deyiləm. Alıbsan işlət də. Mən ancaq öz aparatıma cavablayım. Öpürəm sizlərə, var olun. Bizi tanıyan tanıyır. Usta Sarxanın dəmir sərvət sexi. Biləsvar balasıyam mən.